Biodiversity is the richness of life. It comprises millions of species, genetic varieties, and all the habitats of our planet. Azerbaijan is a rich country in terms of biodiversity. The country has 9 different climatic regions and can be divided into 7 ecosystem complexes. The Caucasus is an important biodiversity hotspot in the world. Approximately 1,600 plant species are unique to the Caucasus region. Tur, wolf, leopard, the goited gazelle, all these rare and endangered species live in the region. Among the birds, there are several globally threatened species like the lesser white-fronted goose or the sociable lapwing, which visit Azerbaijan every year. Others, like the ferruginous duck and the marbled teal, breed in the endangered wetlands. The Caspian Sea holds the entire world population of the Caspian seal, as well as many endemic fish species, including the beluga sturgeon, which is economically important but almost extinct. The United Nations proclaimed May the 22nd the International Day for Biological Diversity to increase understanding and awareness of biodiversity issues. It's celebrated in many countries by school children with educational games, competitions, species identification exercises, and many other activities. In Azerbaijan, the GIZ project, SMBP, supports environmental awareness through a school campaign. In times of increasing urbanization, knowledge about nature becomes rare. In the sense of you only cherish what you know, and only what you cherish you protect, the project starts with this campaign at schools. Children are given the chance to learn more about the nature around them and the biodiversity of their country. Bu layihədə iştirak edənlər uşaqlar yaşadığı şəhərin fauna florasını dərindən daha da öyrənə bilər. Xüsusən də dərnək məşğələlərimizdə bu məsələlər üzrə geniş məlumatlar verilir və onların elə əyani şəkildə o bitki, kol, ot və digər heyvan növlərini tapması, onları adlandırması, öyrənməsi bu özü onlar üçün müsbət bir deməli haldır. Bizim də işimizə çox yarayır. The children should become acquainted with the biodiversity of their environment. They learn to observe and to record their observations systematically. They are introduced to the principles of monitoring. By comparing their results with observations from previous years, they learn to discuss reasons for change. Bu tədbirin həyata keçirilməsi üçün təxminən 100-ə qədər bitki və heyvan növü seçilmişdir və seçilən zaman biz çalışmışıq ki, ən sadə, ən adi, asan təyin olunan növləri seçək və həmin növlər uşaqlar üçün hazırlanmış olan şagirdlər üçün deməli təyin edici vərəqələrə daxil edilmişdir. Əsas mahiyyət isə ondan ibarətdir ki, şagirdlər asanlıqla öz yaşadıqları ətraf mühitdə asanlıqla bu növləri təyin etməli və müşahidə edib qeydiyyatlarını aparmalıdırlar. A biodiversity teacher's handbook is made available for all schools in Azerbaijan. Additionally, a website has been prepared where working material can be downloaded. Reports of the last 3 years from the campaign already show a significant decline in certain species, although the underlying causes are still unclear. Besides species, weather and other environmental factors are recorded. This allows testing of different hypotheses for explaining the changes. Əsas mahiyyət ondan ibarətdir ki, Qafqazın bu zəngin bəmüxtəlifliyi qorunsun və gənc nəsil öz yaşadıqları ətraf mühitdə olan, zəngin, dəyərli olan təbiətimizin incilərini öyrənib müəyyən edə bilsinlər.
Demək olar ki, artıq 3 il müddətində biz özümüz də müşahidə edirik ki, uşaqlar bəzi məktəblərdə eyni şagirdlər iştirak edir, bəzi məktəblərdə isə şagird kontinenti dəyişir. Yəni buna baxmayaraq bir sinifin şagirdləri iştirak etdikdə bütün məktəb bu tədbirdən maraqlanır. Şagirdlərin özləri o tədbir barədə məlumatlandırma aparırlar. Yəni öz apardıqları tədqiqatlar barədə yoldaşlarına söhbət edirlər, evdə valideynlərinə deyirlər. Bu isə özü ekoloji təbliğatın bir növ kimi bu biliklərin yayılmasına kömək edir. Və əsas məqsəd də 22 may tədbirinin keçirilməsində ekoloji məlumatların əhali arasında, ictimaiyyət arasında yayılmasından ibarətdir. Bu tədbirdə iştirak etmək üçün bütün müəllimləri dəvət edirik. Çünki qeyd etmək istəyirəm ki, bu tədbirin həyata keçirilməsində heç bir əlavə xərcə ehtiyac yoxdur. Müəllimlər məktəblərindən piyada məsafədə az vaxt tələb edən hər hansı bir ərazidə bu tədbiri həyata keçirə bilərlər. After the first 3 years, experiences were shared and evaluated at a teachers' conference. The teachers showed great eagerness for more material, allowing hands-on, outdoor classes. The demand for material was so high that teachers had already been passing it on to colleagues independently. All participants were eager to continue and further expand the campaign.